Bəlizarın dırnaqarası fanatları rəy bildirirlər ki, Bəlizarın şotuna məşhur olmaq istəyirsən. Mən onlara bildirmək istəyirəm ki, Bəlizar özü fəxr eləsin ki, mən onun adını çəkmişəm. İkincisi, Bəlizar deyil, Salman Məmmədovdur. Bəlizar bir sifətdir. Necə ki, şeytan bir sifətdir. İnsanlardan da olur, cinlərdən də olur. İkincisi də, reklam olanlar ondan PK atanlardır. Özünü reklam etmək istəyir Bəlizarla. Mən onun mənəviyyatımızı korlayan, Azərbaycan xalqının mənəviyyatını korlayan bir üzdən bildirmişəm. Necə ola bilər ki, mən onu özümü reklam eləmək üçün şey edeyim. Harada səhv varsa, orada mən öz sözümü deməyə çalışmışam. Onun da haqqım var ki, mən şəhid övladıyam. Mən bu millət üçün fəaliyyət göstərmişəm, xalqımın xidmətindəyəm. Həmişə bizim soyumuz da xalqımızın qiymətində olubdur. İradıma narahatçılıq edənlər bir çox vaxtı bilirlər, özləri bilirlər ki, mənəviyyatımız nə yerdədir. Amma cürət eləyib bir şey deyə bilmirlər. Deyənlər də məndən cavabını aldı. Şeytan, şərrə çalışan. Bəs Bəlizarın açıqlaması nədir? İnşallah bəyənin, izləyin, gələn videolarda açıqlayacağım. Allahın salamı, xeyir bərəkəti olsun hər birinizə.